Mən sizə demişdim axı, İlham Əliyevə nə xalq maraqlıdır, nə ölkədəki problemlər, nə də onun ətrafında olan məmurların, deputatların özbaşınalığı. İlham Əliyev üçün bu dünyada bircə pul maraqlıdır. Pul onun Allahıdır. Əbəs yerə deyil ki, vaxtilə onun barəsində arvadını qumara qoyduğunu deyirdilər. Burasını tam dəqiq bilmirəm. Amma dəqiq bildiyim başqa bir şey var ki, onu da sizinlə paylaşacağım. Bilirsiniz ki, mənim ağzımda söz qalmır. Gördüyümü danışıram. Bu dəfə də İlham Əliyevin necə oğraş, özünə hörmət etməyən prezident olduğunu bir daha sübut edəcəm. Baxın görün o pula, vəzifəyə görə ən yaxın adamlarını necə rasxoda verir. Yəqin eşitmiş olarsınız. Bir neçə gün bundan əvvəl hökumət yönümlü saytlarda Baş nazir Əli Əsədov haqda bir xəbər paylaşılıb. Hökumətin birbaşa nəzarətində olan saytlar Əli Əsədova məxsus olan mülklərin, restoranların siyahısını yayıblar və bildiriblər ki, ay camaat, bu Əli Əsədov sən demə korrupsioner imiş, yoxsa bu boyda mülkləri, restoranları o necə əldə edərdi? Mən bu xəbəri oxuyanda dərhal başa düşdüm ki, İlham Əliyev baş nazir Əli Əsədovun torbasını tikir. Ona görə də onun korrupsiyalarını atıb ortaya. İlham Əliyev ola bilsin ki, bu milləti gic yerinə qoyub. Amma Mehman o qədər də gic deyil. Gəlin əvvəlcə sizə tanışlıq verim. Baxın, Azərbaycan dilində bir təhər danışan bu adam ölkənin baş naziri Əli Əsədovdur. İlham Əliyev onu 2019-cu ildən baş nazir təyin edib. Möhtəşəm zəfərimizdən qazanılmış təmin möhtəşəm qələbəmizin daha da gücləndirilməsi Ali Başkomandan Prezident cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdən biridir. Deputatların qaldırdıqları məsələlərin biri qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər bir hansı region yoxdur. İndi isə mənzərəyə baxaq. İlham Əliyev özü təyin etdiyi baş nazirin başını yeyir ki, onun yerinə öz ailəsindən kimisə təyin eləsin. Misal üçün, Odessa klublarının ulduzunu alan oğlu Heydər Əliyevi. Dediklərimi qəribçiliyə salmayın. İlham Əliyev o qədər əxlaqsız adamdır ki, öz arvadı üçün vəzifə yaradıb, onu vitse-prezident təyin eləmişdi. Oğlunu niyə baş nazir təyin eləməsin? Vaxtilə İlham Əliyev özü də atası Heydərin sayəsində bu yollardan keçib vəzifəyə gəlmişdi. Bura qədər aydındır. İndi isə gəlirik məsələnin ən gülməli, amma həm də ən həyasız hissəsinə. İndi mən İlham Əliyevin bu xalqı lor dildə desək, bir yerinə doladığını sizə sübut edəcəm. Deyəcəksiniz ki, necə ay Mehman? Bax, mən də sizin kimi Əli Əsədov haqqında çıxan məqaləni oxudum. Ona məxsus restoranların siyahısına baxdım. Nə görsəm yaxşıdır. Bayılda Bayraq meydanı yaxınlığında yerləşən Mangal Steakhouse restoranı. Sən demə, Əli Əsədovun imiş. Güya bu mal mülklərin üstü indi açılıb. Güya İlham Əliyev indi öyrənib ki, siyahdakı restoranlar baş nazir Əli Əsədova məxsusdur. Mən bəlkə də buna inanardım. Əgər İlham Əliyevin necə ikiyüzlü və oğraş olduğunu bilməsəydim, Əli Əsədovun korrupsioner olduğunu İlham Əliyev 2026-cı ildə yox, lap çoxdan bilirdi və buna icazə verirdi və buna göz yumurdu. Buyurun, bu da sizə sübutu. 2021-ci ilin iyun ayında İlham Əliyev və Mehriban Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın şərəfinə həmin o bayılda yerləşən mangal restoranında nahar veriblər. İlham Əliyev hətta Ərdoğanı mangal restoranında gəzdirib, restoranla tanışlıq verib. Həmin günün videosu Mehman Hüseynov da var. Budur, İlham Əliyev tayfası ilə birlikdə mangal restoranındadır. Sonra Ərdoğan gəlir, birlikdə şəkil çəkdirib, yeyib içirlər. İndi siz mənə deyin, mənim müdrik izləyicilərim, elə bir şey ola bilərmi ki, İlham Əliyev arvadı ilə birlikdə başqa bir ölkənin prezidentinə restoranda qonaqlıq verə, amma o restoranın yiyəsindən xəbəri olmayan? Ola bilərmi ki, İlham Əliyev çörək yediyi restoranın kimə məxsus olduğunu bilməyə? Əlbəttə ki, yox. Onun hər şeydən çox gözəl xəbəri var idi. Bəli, bu gördüyünüz Mangal Steakhouse restoranı baş nazir Əli Əsədovundur. İlham Əliyev 2021-ci ildə orada yeyib içsə də,
Əli Əsədovu çağırıb deməyib ki, "Akop oğlu, sən bu restoranı hansı pulla almısan?" Yaxşı, deyək ki, Alyonanın Odessa ulduzu olduğunu o vaxt bilməmişdi. Alyona prezidenti aldatmışdı, keçmişini gizlətmişdi. Əliyev də onu abırlı, ziyalı qızı bilib oğlunu almışdı. Bəs yaxşı, ölkə prezidenti Bakının göbəyində oturduğu restoranın sahibini necə bilməmiş olar? Arxasınca 50 maşın kortej gəzən prezidentin oturduğu yerlər də əlbəttə ki, öncədən araşdırılır. Xüsusilə də oturduğu restoranda başqa ölkənin prezidentinə qonaqlıq verirsə, İlham Əliyev nəinki restoranın sahibini tanıyırdı. O elə öz adamının restoranı olduğu üçün oranı seçmişdi. Çünki bu murdar xislətli tayfa heç vaxt gedib sadə insanlara xeyir verməz. Şəhərin ən dəbdəbəli restoranları, mal mülkləri, obyektləri Əliyevlərin və onların ətrafındakı məmurların, deputatlarındır. Bunu da İlham Əliyev hamımızdan yaxşı bilir. Əliyev niyə 2021-ci ildə Əli Əsədova qarşı tədbir görmürdü? Çünki o el dili ilə desək, osturan kukladır, fuflodur. Cənab İlham Əliyevin prezidentlik dövrünün Ali Başkomandan Prezident cənab İlham Əliyev tərəfindən Əli Əsədovun quyusunu qazmağın vaxtı indi çatıb deyə korrupsiyanı bəhanə eləyib onun başını yedi. Hökumət mediasında Əli Əsədovun restoran siyahısı, mülk siyahısı tənqid olunursa, bunlar sadəcə gözdən pərdə asmaq üçündür. Əliyev yalnız və yalnız özü kimi oğru və korrupsionerləri vəzifəyə təyin edir. Ona özü kimi cinayətkarlar lazımdır ki, xalqı sümürsünlər, dolyasını da həmişə vaxtında çatdırsınlar. Düzgün adam onun sistemində baş çıxara bilməz. Amma İlham Əliyev həm də o qədər nankor, qədir bilməzdir ki, 2021-ci ildə yeyib içdiyi restoranın sahibinin 2026-cı ildə başını yedi. Aha İlham Əliyev, sən Əli Əsədovun restoranında arvadınla bərabər çörək kəsmirsən. O çörək sənə qənim olsun. O çörək elə gözünü kör eləsin. Sən özün təyin elədiyin, sənin qulluğunda duran adamların peysər kimi torbasını tikirsən. Yaxşı, bu hal cəhənnəm. Bizi adam yerinə qoymursan. Öz seçib bəyəndiyin, vəzifə verdiyin adamlardan da utanmırsan. Ay cəmaət, İlham Əliyev də utanan sifət yoxdur. Bunu bilin. Onun üçün bir dəyərli şey var. O da puldur. Pul onun Allahıdır. Ondan ötürü hamının dalından dəyə bilər. Deyirəm əziz izləyicilərim, bu qoyun Əli Əsədov heç olmasa müəyyən qədər Azərbaycan dilində danışırdı. Mərəkə o vaxt başlayacaq ki, o biri qoyun Heydər Əliyev baş nazir təyin olunacaq. Bala Heydər nəinki Azərbaycan dilində danışa bilmir. O heç normal yerməyi də bacarmır. Götündəki pampersi özü dəyişə bilmir. Bax bu həm faciədir, həm komediya.